Bismillahirrahmanirrahim. Salam, hörmətli müsəlman bacı və qardaşlarım. Motivasiya və Dini kanalın izləyiciləri. Hər birinizi xoş gördük. Bu gün Allahın bizə bəxş etdiyi çox özəl və xüsusi bir zaman haqqında danışacağıq. Bugünkü mövzumuz Zilqədə ayının fəziləti və əməlləri haqqındadır. Çoxları bu ayı adi qarşılayır. Lakin bu videonu sonuna dek izləyib bitirdikdən sonra bu ayın dəyərli aylardan biri olduğunu öyrənəcəksiniz. Çünki bu ayda elə fürsətlər vardır ki, onları əldən vermək böyük itici olardı. Gəlin bu sirləri birlikdə açaq. Zilqədə ayı Allah-u Teala'nın Quran-ı Kərimin Tövbə surəsinin 36-cı ayəsində buyurduğu 4 haram aydan biridir. Quran-ı Kərimdə birbaşa burada ayların adları qeyd olunmayıb. Yəni Peyğəmbərimizin salam olsun ona və onun əhl-beytinə, onun hədislərində qeyd olunub bu ayların adı. Yəni bu haram aylar Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb aylarıdır. Burada haram sözü sizi belə deyək də çaşdırmasın. Yəni ki, burada haram sözü müqəddəs, hörmətli və təcavüzün qadağan olunduğu mənasını daşıyır. Bu ayda müharibə etmək, qan tökmək, hətta İslam düşmənlərinə qarşı belə müharibə etmək haramdır. Bu Allahın yer üzünə nazil etdiyi bir sülh ayıdır. Ruhun istirahət ayıdır. Yalnız bir istisna var. Əgər müsəlmanlara qarşı müharibə qaldırsalar və müdafiə olunmaq lazım gələrsə, bu hal istisna hal daşıyır. Burada biz bundan əvvəl söylədik, ruhun istirahəti. Burada ruhun istirahəti dedikdə böyük alim Seyyid İbn Tavusun tövsiyələri yada düşür. O buyurur ki, Zilqədə ayı çətinliyə düşənlərin, darda qalanların dua etməyi üçün ən yaxşı zamandır. Əgər üzərinizdə bir zülm varsa, həyatınızda düğünlər yaranıbsa, bu ayda zülmün aradan qalxması və zalımın şəhərinin dəf olunması üçün dua etmək çox təsirlidir. Alim həmçinin tövsiyə edir ki, bu ayda hacət orucu tutun, Allahdan istədiyiniz o çətin şeyi bu ayın bərəkəti ilə diləyin. İndi burada sual yaranır. Bəs bu ayın savabını nətər qazanaq, necə qazanaq? Əlbəttə ki, namaz və zikirlərlə. Peyğəmbərimiz salam olsun ona və onun əhl-beytinə bu ayın bazar günü qılınan bir namazı nəql olunubdur Peyğəmbərimizdən. Hədisdə bu namazın fəziləti barədə buyurulur ki, kim onu qılsa, tövbəsi qəbul olunar, günahları bağışlanar. Bu namaz onun özünə və ailəsinə xeyir, bərəkət gətirər. Kiməsə borcu varsa və ya onun boynunda kiminsə haqqı varsa, qiyamət günü bu kəslər ondan razı qalar. Bu dünyadan imanlı gedər. Qəbri geniş və işıqlı olar. Ata-anası ondan razı qalar. Allah onun ata-anasını da bağışlayar, hətta onun nəsli də bağışlanar. Ruzisi də artar. Ölüm mələyi onun canını alarkən onunla xoş davranar və canını rahat alar. Həzrəti Rasulullah sallallahu aleyhi və alihi və səlləm bu namazın qaydasını belə bəyan etmişdir. Bazar günü üsul et və dəst namaz al. 4 rükət namaz qıl. Əlbəttə ki, 2 rükət, 2 rükət. Hər rükətdə də bir dəfə
Həmd, 3 dəfə İxlas, 1 dəfə Fələq və Nas surələri oxu. Namazı qılıb qurtardıqdan sonra 70 dəfə istiğfar et. Yəni istiğfar estəğfirullah, estəğfirullah Rabbi və etûbü ileyh, estəğfirullah və etûbü ileyh. Bunlardan hər hansı birini deyə bilərsiniz. Sonra da la havle və la quvvete illə billahil aliyyil azim deyin. Tərcüməsi belə olur: uca və əzəmətli Allahdan qeyri hərəkət və qüvvə yoxdur. Daha sonra ya azizu ya qaffar İğfirli zunubi və zunubə cəmi'il mu'minina vəl mu'minat fə innəhu la yəğfiriz zunubə illə ənt. Tərcüməsi də belədir ki, ey izzətli, ey çox bağışlayan, mənim günahlarımı və bütün mömin və möminələrin günahlarını bağışla. Çünki səndən qeyri kimsə günahları bağışlamır. Hədisin davamında belə başa düşülür ki, bu namazı bu aydan qeyri vaxtlarda da qılmaq olar. Peyğəmbərimiz salam olsun ona və onun əhl-i beytinə belə buyurub ki, hər kim haram ayların cümə axşamı, cümə və şənbə günlərini oruç tutsa, ona bir ilin ibadəti yazılar. Peyğəmbərimiz həmçinin buyurub ki, Zilqədə ayının 15-ci gecəsi mübarək bir gecədir. Allah bu gecə mömin bəndələrə rəhmət nəzərini salar. Kim bu gecə Allah ibadətlə məşğul olsa, çoxlu savab əldə edər. Gecə yarı olduqda Allaha ibadət edib, namaz qılın, Allahdan öz istədiyinizi diləyin. Çünki bu gecə kimsənin istəyi cavabsız qalmayacaq. İndi isə gəldik bu ayın ən sirli və ən əzəmətli gününə. Zilqədə ayının 25-i. İmam Rıza əleyhissalamın buyurduğu hədisə və məşhur Məfadül Cinan kitabına istinadən bu gün Dəhvül Ərz günüdür. Dəhvül Ərz ərəb mənşəli bir termindir. Hərfi mənası yerin döşənməsi, yerin yayılması və ya yerin genişləndirilməsi deməkdir. İmam Rıza əleyhissalam buyurur: bu gün Dəhvül Ərz günüdür. Yəni bu gün ilk torpaq sahəsi suyun altından üzə çıxmışdır. Belə ki, yer üzü o vaxtlar tamamilə su ilə örtülübmüş. Bəzi hədislərə istinadən suyun altından üzə çıxan və tədricən genişlənən ilk torpaq sahəsi Məkkə torpaqları, xüsusilə də Kəbə evinin yerləşdiyi yer olmuşdur. Buna görə də Məkkə Ümmül Qura, yəni abadlıqların anası adını almışdır. Dəhvül Ərz təkcə dini deyil, həm də elmi bir həqiqətlə üst-üstə düşür. Coğrafiya dərsliklərindən bilirik ki, yer kürəsi 4,5 milyard il əvvəl yarananda onun səthi su ilə əhatə olunub. Yalnız zamanla vulkanik fəaliyyətlər nəticəsində ilk quru sahələri əmələ gəlib. Dinimiz bizə o ilk quru sahənin hardan başladığını müqəddəs bir tarix kimi nişan verir. Qeyd etdik ki, bu gün ilk torpaq sahəsi suyun altından üzə çıxdı və tədricən genişləndi. Bu gün bir neçə əməl yerinə yetirilir. Hədislərin birində Əmir əl-Möminin Ali əleyhissalam buyurur: İlk rəhmət asimandan yerə Zilqədə ayının 25-də nazil olmuşdur. Buna görə də hər kim bu günü oruç tutsa və bu günün gecəsini ibadətlə məşğul olsa, 100 ilin ibadətini, savabını əldə edər. Həmçinin Ali əleyhissalam buyurmuşdur: əgər bu gün bir dəstə Allahı zikr etməklə məşğul olsa, onlar dağılmamış, Allah onların istədiklərini həyata keçirər. Allah bu gün min rəhmət nazil edər.
Və bu rəhmətin bir qismi bir yerə toplaşıb Allahı zikr edən, bu günü oruç tutub gecəsini ibadət edən kəslərə şamil olar. Günün əvvəlində 2 rükət namaz qılmaq da müstəhəbdir. Hər rükətdə həmddən sonra 5 dəfə Şəms surəsini oxuyun və namazın salamından sonra da bu duanı oxuyun. La havle və la quvvətə illə billahil aliyyil azim. Ya muqiləl əsərat, əqilni əsrəti. Ya mucibəd də'vat, əcib də'vəti. Ya sami'al əsvat, ismi' savti. وارحمني وتجاوز عن سيئاتي وما عندي يا ذا الجلال والإكرام. Mənası, uca və əzəmətli Allahdan qeyri hərəkət və qüvvə yoxdur. Ey sapqınlıqlara göz yuman, mənim sapqınlıqlarıma göz yum. Ey duaları qəbul edən, mənim duamı qəbul et. Ey səsləri eşidən, mənim səsimi eşit. Mənə rəhmət et, günahlarımdan və pis əməllərimdən keç. Ey cəlalət və ikram sahibi. Bəzi müstəhəb dualar da vardır ki, oxumaq istəyənlər Məfatihül Cinan kitabına müraciət edib, yəni o kitabdan oxuya bilərlər. Biz bundan əvvəl Həzrət Əli əleyhissalamın buyurduğu kəlamı söylədik və o kəlamda belə bir söz var idi. Deyir ki, hər kim bu günü oruç tutsa və bu günün gecəsini ibadətlə məşğul olsa, 100 ilin ibadətinin savabını əldə edər. 100 ilin ibadəti. Bilirsiniz nə deməkdir? Bizim ömrümüz bəlkə də o qədər deyil. Amma Allahın rəhməti o qədər böyükdür ki, bizə bir gündə bu savabı qazanmaq şansı verir. Görürsünüz, bu ay nə dərəcədə dəyərlidir. Siz də bu savabdan əldə etmək istəyirsinizsə, başlayın. Bu ayı dəyərləndirin. Allah hər birinizə yar və yardımcı olsun inşallah. Videonu bəyənməyi və paylaşmağı unutmayın. Esselamu aleykum və rəhmətullah.